Korniflilərə 2-ci məktub. 7-ci fəsil. Sevimlilər, bu vədlərə malik olduğumuza görə Allahdan qorxub kamil müqəddəsliyə çataraq, bizi cisimdə və ruhda murdarlayan hər şeydən özümüzü təmizləyək. Paulun sevinci. Ürəyinizdə bizim üçün yer ayırın. Biz heç kimə haqsızlıq eləməmişik, heç kimə zərər verməmişik, heç kimi istismar eləməmişik. Sözlərimlə sizi məhkum eləmək istəmirəm. Çünki əvvəlcədən dediyim kimi, ürəyimizdə elə bir yeriniz var ki, ölsək də, yaşasaq da sizlə bir olacağıq. Sizə çox etibar eləyirəm, sizlə çox fəxr eləyirəm. Nə cür əziyyət çəksək belə, təsəllim bol, sevincim hədsizdir. Makedoniyaya gələndə də cismən dinclik tapmadıq. Hər tərəfdən əziyyət çəkirdik. Bayırda çəkişmələr, daxildə qorxular var idi. Lakin məzlumlara təsəlli verən Allah Titin gəlişi ilə bizə təsəlli verdi. Ancaq Titin gəlişindən deyil, sizin ona verdiyiniz təsəllidən də təsəlli aldıq. Çünki Tit dedi ki, siz məndən ötürü darıxır, dərd və qeyrət çəkirsiniz. Buna görə sevincim daha da artdı. Məktubumla sizi kədərləndirdimsə də, buna görə peşman deyiləm. Əslində, məktubumla sizi bir anlıq da olsa kədərləndirdiyim üçün peşman olmuşdum. Amma indi kədərinizə görə yox, bu kədər hissinin sizin tövbə eləmənizə səbəb olduğu üçün sevinirəm. Allah istəyən tərzdə kədərləndiniz. Buna görə də bizdən heç bir şeydə ziyan görmədiniz. Allah istəyən tərzdə olan kədər insanda tövbə yaradıb onu xilasa aparır və bunda peşmançılıq yoxdur. Dünyanın kədəri isə ölüm yaradır. Baxın, Allah istəyən tərzdə çəkdiyiniz bu kədər sizdə nə qədər böyük cəhd, təmizə çıxmaq arzusu, qəzəb, qorxu, həsrət, qeyrət, ədalətpərvərlik yaratdı. Bu işdə hər cəhətdən saf olduğunuz barədə zəmanət verdiniz. Sizə o məktubu yazanda haqsızlıq eləyənə yaxud haqsızlığa məruz qalana görə yazmadım. Bizim üçün elədiyiniz cəhdi Allah önündə aydın görməniz üçün yazdım. Bütün bunlardan təsəlli alırıq. Buna əlavə olaraq Titin sevinci bizi daha da sevindirdi. Hamınız onun ruhunu təzələdiniz. Mən onun qarşısında sizlə fəxr eləmişdim. Siz də məni utandırmadınız. Sizə dediyimiz hər şey necə doğru idisə, Titin qarşısında sizlə fəxr eləməyimiz də doğru çıxdı. Hamınızın itaətdə olduğunuzu, onu necə qorxu və lərzə ilə qəbul elədiyinizi yada saldıqca, sizə olan sevgisi daha da artır. Sizə hər işdə etibar eləyə bildiyim üçün sevinirəm.